Bugün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi dərin hörmət və minnətdarlıqla anır. Onun siyasəti, müdrikliyi və uzaq görənliyi ölkəmizə hər bir uğrunda yaşayır. Təhsil bir millətin gələcəyidir. Gələcəyini düşünən təhsilə sahib çıxar. Heydər Əliyev. Azərbaycan mənim ürəyimdir. Heydər Əliyev. Bizim dövlətçiliyimizin əsası xalqdır. Heydər Əliyev. Dövlətçilik bir gündə yaranmır. Onu qorumaq və yaşatmaq hər kəsin borcudur. Heydər Əliyev. Vətən sevgisi insanın qəlbindəki ən ülvi duyğudur. Heydər Əliyev. Gənclər Azərbaycanın sabahıdır. Heydər Əliyev. Heydər Əliyev xalqını zamanın sınaqlarından uğurla çıxaraq millətinə inan və güvən daşıyan bildirdi. Onun parlaq xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Azərbaycan müstəqil dövlətdir və bu müstəqillik əbədidir, dönməzdir. Heydər Əliyev. Heydər Əliyevin anım günü Azərbaycan tarixinin unudulmaz səhifəsidir. Ulu Öndərin yolu Azərbaycanın yoludur. Onun xatirəsi hər zaman yaşayacaq.